Qarabağ ünvanlı söz ruh adamları arasında elələri var ki, adları çəkiləndə dodaqlarım titriyir. Xudu Məmmədov, Şahmar Əkbərzadə, Ənvər Əhməd. Hazırda öz ömrünü yaşayanlar da var, hamısına can sağlığı. Əbədi köçünü çəkib gedənlərlədir söhbəti. Bugünkü mövzumuz isə şair Ənvər Əhməd və onun xalq tərəfindən sevilib seçilən yaradıcılığıyla bağlı olacaq. Adi müəllim, siz bizim çox tanınmış jurnalistimizsiniz, qələm əhlisiniz, söz qədri bilən kişilərdənsiniz. Ənvər Əhməd də doğrudan da sözün qədrini bilən, sözün ehramını ucaldan çox böyük müqtədir şairlərdən, publisistlərdən, alimlərdən biri olub. Sənaferonun məşhur bir şeiri var, Üzeyir bəyə yazıb onu. Yazıb ki, ölüm sevinməsin qoy, ömrünü vermir bada, el qədrinin canından daha əziz bilənlər. Şirin bir xatirə tək qalacaqdır dünyada, sevərək yaşayanlar, sevilərək ölənlər. Bax, bu, mən Üzeyir bəyə həsr olunmuş böyük vurğunun şeirindəndir. Amma bu şeiri Ənvərin ünvanına deyəndə, doğrudan da Ənvər xalq tərəfindən, cəmiyyət tərəfindən, mühitimiz tərəfindən sevilərək həmişə hörmətə layiq bir sənətkar olub. Bunun da çox böyük səbəblər olub. Səbəb nədir? Ənvər Əhməd çox səmimi, çox istiqanlı, çox erudissiyalı, profesional, sözün qədrini bilən, millətin qədrini bilən, xalqın milli təəssüb keşi olan sənətkarlardan biridir. Ənvər Əhməd illər boyu Xan kəndində pedaqoji institutu vardı. Orada cəmaatın, Qarabağ cəmaatının uşaqlarına dərs deyib. Qarabağda elə bir ev yox idi ki, elə bir məkan yox idi ki, Ənvər Əhməd tanımasın. Təkcə müəllimliyinə görə, deyək ki, təkcə müəllimliyinə görə. Lakin, o elə belə adi müəllim deyildi ha. O şair müəllimi idi, alim müəllimi idi, etirazlı müəllim idi, xalqsevər müəllim idi, millətsevər müəllim idi. Bütün bunlar o istəyirdi ki, uşaqlara, o tələbələrə aşılasın və aşılamışdı da. Onun nə qədər bugün Qarabağın, Səpələnə düzdür, Qarabağın harasına geçsən, Ənvər Əhməd Qarabağın harasına geçsən, Ənvər Əhməd bürcü var, bir Ənvər Əhməd küncü var, bir Ənvər Əhməd kitabxanası var. Çünki Ənvər həmişə sevilib, Ənvər həmişə xalqın inkişafına sevinib. Nüşabə xanım xoş gördü Ənvər Əhmədin evində, odasında bir xanımı kimi, xatını kimi, onun duyanı kimi sizi. Nə yaxşı ki, ata yurdunda görüşürük, Ağcabədidə. Biz onunla 50 ildən çox bir yerdə yaşadıq, bir damaltda yaşadıq və bir-birimizi çox gözəl tanıdıq. Baxmayaraq ki, mənim yaşım az idi, 19 yaşında o evə qədəm qoydum. Böyük ailə idi, onlar 5 qardaş, bir bacı idilər, amma əlavədə ümumiyyətlə 13 nəfərdən ibarət idilər. Çox gözəl səmimi ailə idilər. Mən böyük bir ailənin içinə gəldim və uyğunlaşdım, öyrəndim. Düzdür, adam əvvəl biraz çətinlik çəkir, amma getdikcə, bir-birini tanıdıqca və onun xarakterini gördükcə mənim ona çox böyük hörmətim oldu. Əslində baxsız, düzdür, deyirlər şairlər
ev qayğısından zaten yox. Həmişə evinin qayğısını çəkibdi. Daimi hiss eləmirsən ki, arxanda çox qüdrətli bir şəxs durubdu. Hər tərəfli qayğımıza qalıbdı. Ona görə də onun elə o tərcini də mən çox xoşladım və qəbul etdim. Əlbəttə ki, bir-birimizə müəyyən şeylərdə əsasən qadınlar güzəştə gedirlər. Onun xarakterini var, çılğınlığı vardı. Mən bilirdim ki, nədən bu xoşlanmır. Xoşlamadığı şeylər heç vaxt ona əks getmirdim. Nə deyirsə, o yolla da gedirdim. Əslinə baxsan, kişini hörmətlə tutmaq lazımdır. Qadın kişini hörmətlə tutarsa, övladlarının yanında hörmətli ona atanız gəlir. Ona görə də övladlar da onu o qədər çox istədilər və saydılar. Hörmətlə, sayğıyla yaraşdılar. Bəzən ona demədiyi sözləri mənə deyirlər ki, atama bunu de ki, belə olsun, elə olsun. O cür pərdə vardı. Qızlar da, oğlanlar da, hamısı da çox atasının hörmətini saxladı və o da onları çox istəyirdi. Mən biraz istəyimi büruzə verən adam deyildim. Yəni, çox üzlərdən öpməzdim, çox belə eləməzdim, ancaq qayğılarına qalardım. Amma o qucaqlayardı, öpərdi, hər tərəfdə dəybə, dərs oxumaq üstünə mən birdən onların üstünə gedərdim. Bunu gəlirdi, əl çək uşaqdan, o yaxşı bilir, mənim balam yaxşı öyrənir, yaxşıdır, dəymə, yaxud da təzə, dərsə gedən vaxtı. Şair mərhəmətidir. Dərsə gedən vaxtı tezdən dururdum, uşaqları çağırırdım, üstlərinə çığırırdım, gəlirdi üstünü örtdü, yat başına dönüm, yat. Beləcə çox səmimi insan olub, uşaqlarına qarşı çox istəyirdi. Qızlar da quzu deyin, quzum, quzum deyin, ərirdi. Çox gözəl, məhəbbətlə dolu insan idi. Özüm xoşbəxt sayıram ki, Ənvər Əhməd kimi bir ziyalının, aydın zəka sahibinin bütün varlığı türkçü ilə döyünən bir qələm əhlinin, şairin müasiriyəm. Xankəndi Pedaqoji İnstitutundan biz Ənvər müəllimi tanıyırıq və mən cəsarətlə deyərdim ki, mübaliğəsiz olaraq deyərdim ki, Xankəndi Pedaqoji İnstitutunun Bakı tələbəli illərindən bizə bir neçə dəyərli əmanət yadigar qalıbsa biri Ənvər Əhməd varlığıdır. Biz Xankəndi Pedaqoji İnstitutunda Tarix fakültəsində oxuyurduq və bizə Azərbaycan ədəbiyyatı tarixi tədris olunurdu və bu fənni bizə Nəcəf Quliyev tədris edirdi. Bir gün hansı səbəbdən onu Ənvər Əhməd əvəz elədi. O qoşa saatın, yəni Ənvər Əhmədin əvəz elədiyi o qoşa saatın bütün detalları mənim xatirimdədir. Fərqli bir dərs idi. Bütün o dövrün metodikası, o dövrün şablon tələbləri hamısı kənara atılmışdı. Ənvər Əhməd çağlayırdı, qaynayırdı, fəryad qoparırdı. O, bir boşa saat dərs demək fürsətindən istifadə edərək Azərbaycan həqiqətlərini bilə çatdırmağa çalışırdı. O bir qoşa saatin içində xalqımızın 2-3 əsr bundan öncə üzü bər olan faciələri və bu faciələri törədənləri, bu faciənin səbəbləri, onun hamısının əsl mahiyyətini açıq göstərməyə çalışdı. O fərqli bir dərs keçirdi. Onun keçdiyi o dərs, mühazirə bizim bütün bildiklərimizi alt-üst edirdi. Sanki o bizim oxuduqlarımızın, o Sovet ideologiyasının buxarında olan fənlərdən öyrəndiklərimizi tamamilə təksib edirdi. O danışıqda mən inana bilmirdim ki, bu mühazirə Xankəndi Pedaqoji İnstitutunun auditoriyasındadır. Sanki bu Türkiyədədir, Türk İstanbuldadır, Ankaradadır. Ənvər Əhməd bütün Azərbaycan ağrısını köynəyindən keçirə bilən qələm sahibi idi.
millətin ağrılarının kökünü, hardan qaynaqlandığını yaxşı bilirdi. Ona çarə tapacaq duyğularla yaşayırdı. Əsərlərinin hər biri ağrılarımızın, etnoqrafiyamızın, bədii düşüncəmizin bir tərəfi üstündə köhlənmişdi. Gah xarı bülbül deyib haray qoparırdı, gah böyük şəhriyara salam deyirdi, gah adət-ənənəyə üz tutub millətin etnoqrafiyasını vərəqləyirdi tərəkəmə poemasında. Gah da Qobustanın möcüzəsini qələmə alırdı. Daim bu mövzularla nəfəs alır, bu çevrədə dolanırdı. O çox polifonik, çox tərəfli, çox şaxəli bir sənətkar idi. Şair, publisist, dramaturg, alim. Bütün bunların hamısı Ənvərin istedadının şəxsiyyətində cəmləşmişdir. Bu hər adama nəsib olmur, qardaşım. Bu hər adama qətiyyən nəsib olmur. Ənvər Əmən həm şair kimi də, dramaturg kimi də, epik poemalar müəllifi kimi də və elmi əsər müəllifi kimi də ad-san qazanmışdı. Mirzə Ələkbər Sabirdən müdafiə eləmişdi. Mirzə Ələkbər Sabirin poetikasını ilmələmişdi. Misir uşağı deyilən bir Ağcabədidə bir nəsil var. Salonbəyli kəndində bir nəsil var. Bu Misir uşağının hamısı istedadlı idi. Ənvər Əhməd, Əhməd Elbrus, Əbülfət Nesiroğlu. Onun bir cavan oğlan, bir Yusuf adlı da gözəl bir qardaşı vardı. Çox istedadlı bir oğlandı, jurnalistikada oxuyurdu. Rəhmət Misir işi, Quranı hafizi idi. Yəni Quranı əzbərdən bilirdi. Və gözəl də səs olur, avazı olur. Bu avaz da uşaqlara da keçmişdi. Elbrusun da, Ənvərin də çox gözəl pəst, Elbrusun zildən, Ənvərin isə pəstdən çox şirin oxumaq vardı. Ənvər də yüksəkdən oxuya bilərdi. Amma bir Qarabağlı adlı vardı, səriştəsi vardı, onda asaqqallıq vardı. Ona görə, o asaqqallığına görə o şirin avazı ilə oxuyurdu. Onlar hamısı ərəb əlifbasını bilirdilər. Onlar hamısı ərəb əlifbasında bütün yazıları oxuyub başa düşürdülər. Deyərdim ki, ərəb dilində bilirdilər. Çünki Quranı rəhmətli Misir kişi bunlara da əzbərlətmişdi, bunlara da öyrətmişdi. Ənvərin 15-dən çox poeması var. Ənvərin 7 tarixi mənzum piyesi var. Mənzum piyes. Mənzum piyes yazmaq olduqca çətindir. Buna xüsusi istedad lazımdır. Mənzum piyesin bir növrəsini dahi Hüseyin Cavid qoyub bizim mədəniyyətimizdən. Mənzum piyesi Caviddən sonra inkişaf elətdirən və böyük bir səviyyə qaldıran dahi Səməd Vurğun olub. Bir bizdə Nərman Həsənzadənin mənzum piyesi var, bir də Bəxtiyar Vahabzadənin, onların hərəsinin bir-iki dənə mənzum piyesləri var. 7 mənzum piyes, özü hamısı tarixi janrda yazılmış. O piyesləri yazmaq üçün gərək kitabxanalara gedəsən, gərək tarixi öyrənəsən, tarixi mərhələləri bircə-bircə mənimsəyəsən, tarixdən gələn o böyük və tanınmış şəxsiyyətlərin bədii obrazını yaradıb səhnəyə çıxardasan. Ənvər mənim çox böyük şəxsiyyətidir. Həm də biraz bəxti gətirməyən şəxsiyyətidir. Ənvər mənim Xankəndi İnstitutunda müəllim idi. Hadisələr olanda oradaydı. Ənvər mənim Xankəndini tələbələri ilə birlikdə ən gec tərk edən adamdır. Özdə çətinlik, qorxub eləməzdi. Oradan Şuşadan həmən İnstitutda Ağcabədiyə, yəni bax elə yollarda olurdu. Ənvər müəllim çox gözəl şairdir, maraqlı şairdir və həm də tədqiqatçı alim idi. Ənvər müəllim alim idi və Qarabağla bağlı bütün dərdini, sərini poemalarında, şeirlərində ağrıya yazırdı. Elə o ağrıda düz insan bir gün getməlidir. O ağrı onu biraz sıxdı, çox sıxdı. Ənvər müəllimgilin ailəli isə istedadlı adamlardır. Gözəl də ailə bacısıdır Ənvər müəllim. Gözəl, savadlı övladlar yetişdirir. Bütün şeirlər mənim gözüm qabağında yazılıbdı. Görürdüm bir misranı, bir axtarmaq fırlanır, gəlir,
Ma bir çay ver, çay verirdi, içirdi. Sonra derdi, bax gör bu yerinə düşübdü, neyniyibdi. Yəni mənə hər halda bir güvənirdi ki, mən də bir şeiri qiymətləndirə bilirəm. Düzdür, bəzən mübahisə də edirdik. Deyirdi ki, sən şair deyirsən ki, bu sözü deyirsən belə demə. Deyirdim, yox, mən bir oxucu kimi deyirəm də. Mən sadə bir oxucuyam. Hamısı şair olmayacaq, sənin kitabını oxuyanlar. Beləcə bəzən nəzərə alırdı, bəzən almırdı. İxtisasca nədir sahə? Müəlliməm, sinif müəllimi olmuşam. Amma sinif müəllimi olmama baxmayaraq mütaliəm geniş olubdu. Mən çox oxumuşam. Yəni dünya ədəbiyyatından, rus klassiklərindən, özümüzünkilərdən. Hər çıxan kitabları da gətirirdi və mən də onları mütaliə edirdim. Müzakirə olunan Yazıçılar İttifaqında bizim öz yazarlarımızın hamısını oxumuşam. Yəni Ənvərin də böyük təsiri olubdu. Yəni mənim mütaliəmin genişliyində. Ənvər özü tarixi əsərləri xoşlamaq, Azərbaycan tarixinə aid. Ümumiyyətlə tarixə bələdçiliyi çox yaxşı idi. Hə, çox sevirdi. Elə onunla bərabər mən də oxuyurdum. Və yaxud da ki, Ənvər müəllim Sabirin poetikasından müdafiə eləmişdi, elmlər namizədliyini. Hə, Sabirin bütün şeirlərini mən də onunla bərabər əzbərləyirdim. Deyirdim, görüm hansı şeir deyirsəm, mən də oradan deyirdim ki, yəni mən də bilirəm, bunu belə şeylərəm. Bir sözdən elə bir ki, yəni ona elə bir ki, bərabər hüquqlu olmağa çalışdım da, geridə qalmağa çalışmadım. Öz üzərimdə işləyirdim. Ənvər Əhməd şəxsiyyəti, Ənvər Əhməd böyüklüyü elə bir zirvə idi ki, mən həmişə ona belə bir çınar ağacı kimi baxırdım ki, çox köklü bir çınar ağacı kimi baxırdım. Və bizim ta uşaqlıqdan tutmuş yeniyetməlik dövrünəcən o bizi elə ruhda, elə tərbiyədə, elə böyütmüşdü vətənpərvər ruhunda. Yəni biz onun o həm danışığı, şeirləri və ya bizə elədiyi tövsiyələr elə ruhda idi ki, biz başqa cürdə böyüyə bilməzdik. Mən hələ Sovet dönəmində o vaxtki dönəm üçün Cənubi Azərbaycan ədəbiyyatı deyilən bir şey vardı. O mövzular daha çox aktuallıq kəsb edirdi. O dövrlərdə ondan, o vaxt 80-cı illərdə elə şeirlər eşidirdim, elə şeirlər oxuyurdu ki, deyirdi ki, bizim üçün o vaxt üçün belə bir şeyləri eşitmək çox belə maraqlı gəlirdi ki, belə bir bizim yasaq olmuş şey. Yasaq olmuşdu və bizim üçün çox maraqlı gəlir ki, elə bir Cənubi Azərbaycanda var, orada bizim neçə milyon soydaşımız yaşayır, Türk dünyası var. Yəni bu kimi şeyləri ilk dəfə biz ondan eşidirdik. O da həmin dövrdə cavan bir adam idi, amma onun yazıları, çox bir cəsarətli yazıları, şeirləri olurdu həmin dövr üçün. Və sonra da bu elə oldu ki, Qarabağ hadisələri başladı. İndi həmin dövrlərdə bizim ailəmizdən təsirsiz keçmədi. Biz Xankəndində yaşayırdıq. Mən orta məktəbi Xankəndidə bitirmişəm. Oradan sonra əskəriyə getdim və hadisələr də başladı. Biz məcburən oranı tərk etdik. Bildiyiniz kimi, atam orada Xankəndə Pedaqoji Universitetdə müəllim kimi dərs deyirdi. Sonra universitet Şuşaya getdi, Gəncədə oldu. Sonra da Ağcabədidə həmin institut sonra fəaliyyət göstərdi. Yəni o Qarabağ hadisələr başlayandan sonra atamın o ruh hali, o torpaqların işğalı tamam dəyişdi. O adamların bütün şeirləri, danışığı, bütün Qarabağdan, Qarabağ mövzusundan bəhs edirdi. Çünki o həddən artıq vətənpərvər adam idi, vətənpərvər şair idi. Birdən ona hansısa bir şair yoldaşlarından biri demişdi, Səviyyət bilmirsə, Ənvər Əhməd yeriyən Qarabağdır. Tərəkəmə çalındı, qanım coşdu, qaynadı, qollarını qaldırıb elim obam oynadı. Tərəkəmə çalındı, igidlər bəlgələndi, çomaqlar şaqqıldadı, torpağa od ələndi. Müəllif özü tərəkəmənin necə yazılmasını belə izah eləyir. Günlərin bir günü xalqımızın böyük alimi Tərəkəmə oğlu Xudu Məmmədov mənə dedi: Ənvər, sən xalis tərəkəməsən, çobanlıq həyatına da yaxşı bələdsən. Onların həyatından, xalqımızın ulu adət-ənənəsindən bir etnoqrafik poema yazsan pis olmaz. Məncə gücüm çatar. Beləcə Tərəkəmə poeması yarandı.
12 poeması var. Epik poema, büyük poemalardır. Onun poeması var Enver Əhmədin, Tərəkəmə poeması. İlahi, bu poema birisi nədir? Bu poema, diyeyim ki, bizim o tərəkəmə cəmaatımız var. Bizim o köylü, milli karaktere məxsus olan cəmaatımız var. Onun bütün karakterlerini, obrazlarıyla, özə bu tərəkəmə poemasındaki obrazlarının hamısı, ümumiyyətlə, onun poemalarının hamısı, obrazlarının hamısı həyatdan gələn obrazlardır. Həyatda yaşayan obrazlardır. Təxəyyülün məhsulu olan obraz deyil. Tərəkəmə etnografik poemadır. Değerli bir tərəkəmə poeması, etnografik poemadan başqa etnografik elmi əsərdir. Bu yaylar indi almışıq, geri de almışıq, əlimizdədir. Amma o yaylaqda Ənvərin təsvir elədiyi həmən çobanlar yoxdur. Həmən mühürlər yoxdur. Həmən çadırlar yoxdur. Həmən oyunlar yoxdur. Bunu bərpa eləmək üçün gərək təzəndən o əsəri oxuyub Allah'ın köməyindən olacaq. Çünki xalq heç vaxt heç nə itirmir. Enver müəllim həm də çox maraqlı bir adam idi. Mən bir hadisəni, Enver müəllimin qəlbə bir hadisə. Rəşad Məzid, mən Enver müəllimin qaz 24 ilə gedirik Ağcabədiyə. İmişli tərəfdə yol sürü gedir, köş gedir, qoyun köşü gedir, sürüsü. Heç yol açmırlar ki, biz keçək gedək. Enver müəllim pəncərəni yendirdi, çobana qayıtdı ki, ay oğul, bəs biz gələk bir saat gözləyək. Heyvan üzü bəri gələndə asaddır, gəlir keçir, amma üzü sən tərəfə gedəndə çətindir. Bu yolu aç gedək. Adam elədi, amma qalsukuna bax. Bunun qalsukuna bax, Enver müəllimi falana. Aşmıram. Enver müəllim dedi, düşür səni şülləyəcəm. Çoban belə baxdı. Bəni, çobanın da bir 2 metr boyu var. Enver müəllimdən mənim kimi bir adam idi. Evet. Dedi bəni, Enver müəllim düşdü, maşını saxladı, düşdü. Dedi ki, səni şülləyərəm. At sonra gedək. Dedi, gəl dalaşaq. Çoban deyil. Dedi ki, boş üstü. Dedi, bir şərtim var. Çoban dedi. Səni dövsəm, bu maşını qoyub gedərsən. Enver müəllim dedi ki, kişi göz üstə. Mən səni də dövsəm, oradan bir erkək verərsən, qonaqlarım var, aparıb kəsərəm. Dedi, razıyım. Hamı yoxdu çobanlar. Enver müəllim getdi, maşının bagajını açdı. Bir pencə çıxartdı, bəlgə kimi qoluna sarıdı. Bir dənə də bir təxminən 70 sant, 80 sant uzunluğunda bir gərmaşot ağacı çıxartdı. Və bunlar onun da, çobanın əlində metr yarımlıq bir ağaç var, özdə də boydu. Enver müəllim bunu nə təşkülədirsə, heç kəs inanmazdı da. Çoban qaçır, nəyəcək qaçır. Həminin qalsukuna bax, dalaşmağına bax, həminin ağac çalmağına bax. Enver müəllim tərəkəmə, hamısı. Nəyəcə, çoban dedi ki, ürəyin seçən bir erkeği seç, bağışladım sənə. Dedi, sağ ol, erkek mənim varımdır arada. Sən icazə ver, qoyunu biraz belə çək, biz keçək gedək. Enver müəllim həm də içki içməzdi. Şərab məclislərində olmazdı, xoşlamazdı içməyi. Amma qonaqlıq verməyi çox xoşlayardı. Çox xoşlayardı. Bakıdan o Ağcabədiyə kim getsə Enver müəllimin qonağı olardı. Həmi gözəl ev eşiyi var, şəraiti vardı, imkanı da vardı. Enver müəllim eyni zamanda o evin, o ailənin, o nəslin ağsaqqalıydı. Türk sevdalıydı o. Bütün varlığında Türk'ün fatihleri, sultanları ve nihayet Atatürk sevdası var idi. O danıştıkça biz farkındaydık ki tədris ettiğimiz fənne, yani bize tədris olunan fənlərdə ne kadar yanlışlıklar var. Bu öğrendiğimiz fənlər Sovet ideolojisinin polundan kenara çıkabilmiyor. Onu tabi edir ve bir Mehmet Emin Resulzade kim, dahinin kim olduğunu bilmirdik.
O bir qoşa saatdə Ənvər mən danışdıqca mən heyrət edirdim və düşünürdüm ki, indicə Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşları qapını açıb Ənvər müəllimi həbs edəcəklər. O isə bunun fərqində deyildi. Qaynayırdı, fəryad qoparırdı, çağlayırdı. O, bizim beynimizə ilk dəfə olaraq müstəqillik hüşeyni atırdı. O, bizim beynimizə ilk dəfə olaraq müstəqillik, azadlıq toxumları səpirdi. Mən heyran edirdim, mən sevinirdim, fərqindəydim ki, bu cür insanlar var və onun dərsindən sonra inanın, keçdiyimiz fənlər bizə büyük güc gəlirdi. Ənvər Əhmədlə tanışlığımın necə başladığı yadıma gəlmir. Bircə onu bilirəm ki, ilk öncə şeirləri yaddaşımda özünə yer eləyir. Günün altında yanan çadar torpaq, suyu necə canına çəkirsə, bax şeirləri də o cür canıma hopur. Bu qılınc qınında pas ata bilməz, xarı bülbül, şəhriyara salam, bu yara köz bağlamaz şeir və poemaları 70-80-ci illər gəncliyinin dilinin əzbəri idi. Təbii ki, mən də o gənclərin arasında idim. Qanımızı coşdururdu o misralar, düşmənə qarşı qəzəbimizi itilirdi. Şeirləri ilə başlayan ilk tanışlıq sonradan amal və dostluq məfkurəsinə çevrildi. Xalq şairi Xəlil Rza Ulutürkdə görmüşdüm bu yanaşmanı. Hər bir yazara sabahın əqidə daşıyıcısı kimi baxırdı. Eynən şair, coşqun, bütün ruhuyla inqilabçı Ənvər Əhmədin xarakterində də şahidi oldum bu duyğunun. Qarşıdakı yurd oğluna, qələm qardaşına yüksək dəyər verməyi çox yaxşı bacarırdı. Bu onun yurt sevgisindən su içirdi. Ənvər müəllim mənim üçün unudulmaz, daimi xatırlanan bir insandır. Çünki o mənim müəllimim olub. Orta məktəbdə mənə dil ədəbiyyat dərsi deyib, ədəbiyyatın sirlərini ondan öyrənmişəm. İlk yaradıcılığıma xeyir-dua verənlərdən biri də Ənvər müəllim olub. Sonraki dövrdə mən orta məktəbi qurtarandan sonra ordu sıralarında olanda da biz məktublaşmışıq. Mənim şeirlərimi yerli qəzetdə dərc eləyib. Çünki o vaxtı o həmən məktublar şöbəsinin müdürü idi, həm də ədəbiyyat şöbəsinə rəhbərlik eləyirdi. Və tali elə gətirdi ki, mən də Dövlət Universitetinə qəbul olundum və sonra da Ənvər müəllimlə bir yerdə işləməli olduq. O mənim şöbə müdürüm idi, mən əməkdaş idim və 6 ildən çox bir müddətdə yerli qəzetdə biz əməkdaşlıq elədik. Sonraki dövrlərdə də daimi əlaqəm olub. Bu əlaqələrin, bu məsuliyyətlərin ömrü hardasa bir yarım əsrə bərabərdir və daimi biz bir-birimizə zəng eləyirdik, bir-birimizdən görüşürdük. Sonraki dövrdə Ənvər müəllim Xankəndidə pedaqoji institutda dərs dedi. Sonra həmən institut qaçqınlıq ömrü yaşadı, Ağcabədə köçdü. Ənvər müəllim həmin institutun direktoru işlədi və sonraki vaxtlarda Bakı şəhərində gəldi işlədi və bizim evlərimiz də burada yaxında qonşuydu və vaxtaşırı biz görüşürdük. Ədəbiyyat haqqında, sənət haqqında, dünyada baş verən hadisələr haqqında fikir mübadiləsi aparırdıq. Ənvər müəllim sədaqətli bir vətəndaş idi. Əsl Azərbaycanlılardan biri idi. Həm də istedadlı bir şair idi. Orta məktəbdə onun yazdığı şeirlərin hardasa bir onlarla nümunəsini mən əzbər bilirəm. Və yeri gələndə o şeiri söyləyəndə mən deyirlər ki, bu Ənvər müəllim poezisini hardan yaxından beləsən? Deyirəm ki, orta məktəbdə oxuyanda bu nümunələri mən öyrənmişəm. Sonraki dövrdə onun şeirləri ilə, poemalarla, o dram əsərləri ilə yaxından tanışam. Demək olar ki, onun külliyyatının, o əsərlərinin çoxu məndə var. Ənvər Əhmədin 30-a yaxın kitabı çap olunub.
Bayaq dedim, Ənvər Əhmədin 7 tarixi epik mənzum piyesi var. Ağdamda Dövlət Dram Teatrı var. Şuşa Dövlət Dram Teatrı var. Ənvər Qarabağ üçün, Şuşa üçün canını qoyub. Elə əsərlər yaradıb. O əsərlərin hamısı Qarabağ azadlığına, Şuşaya, hər şey həsr olunub. Təklif edirəm. Ənvər Əhmədin o mənzum piyeslərini tamaşaya qoysunlar. Qoy gənclik, qoy müasir gənclik öz tarixini, öz keçmişini, öz də bu əsərlərin əksəriyyəti Qarabağ tarixini həsr olunub. Qarabağ xanlarının, şairlərinin, yazıçılarının həyatına həsr olunub. Bütün bunların hamısı olmalıdır. Bütün bunların hamısı həyata keçməlidir. Ənvər Əhmədin ruhu şad olar ki, belə bir iş ortaya çıxsın. Ənvər müəllim çox səmimi və tələbələrin dostu olan bir müəllim idi. Demək olar ki, onu sevməyən tələbə yox idi. Ona görə ki, tələbələrlə səmimi söhbət eləməyi bacarırdı. Həmçinin bizim üçün maraqlı söhbətlər eləyirdi. O dövrdə bizim üçün türk tarixi, türk ədəbiyyatı, ümumiyyətlə Azərbaycan tarixinin ağ səhifələri çox maraqlı idi. Bunlardan Ənvər müəllim yeri gəldikcə haşiyə çıxıb danışırdı. Ənvər müəllim olmaqla yanaşı, həm də çox gözəl bir şair idi. Təpədən dırnağa torpağa bağlı, yurda, elə bağlı bir şair idi. Azərbaycanın bütün ağrılı məsələləri onun qəlbindən süzülüb gəlib keçirdi və misralara çevrilirdi. Hələ 86-cı ildə mənim yadımdadır ki, ilk dəfə bizlə tanış olanda, birinci kursda oxuyanda bir tələbələrin hamısının hardan olmasıyla maraqlandı, şeir dedirdirdi və biz də ondan şeir istədik. O zaman, bax, o autoriyada necə deyibsə, bax, mən onu heç hardan oxumamışam, eləcə əzbərləmişdim. İlham adlı oğlu rəssam idi və danışırdı, şeir belə idi ki, o oğlu ona Azərbaycanı çəkmək istəyir. O zaman Ənvər müəllim belə deyirdi, oğul səni ant verirəm, Şah İsmail Xətainin fatihli ünvanına, çaldıranda tökülən qılınc qanına, sən atayın istəyini, arzusunu duy barı, yaramızın üstündən axan lilli suları, torpağın bəbəyindən tökülən qan kimi çək, bu torpağı, bu yurdu bütöv bir can kimi çək. Qardaş, Qarabağsız ruhumuz yandı, içək göyçə andı, Zəngəzur andı. Qələbə tarixin yazılmayıbsa, düşmənin məzarı qazılmayıbsa, bu qılınc qınında pas ata bilinməz. Bu ruhun daşıyıcısı idi Ənvər Əhməd. Son dərəcə həssas insan idi. Tarixə bələdçiliyi də öz yerində. Bir dəfə ustadla bağlı Mədəniyyət kanalına sənətkar ömrü verilişini hazırlayırdım. Adı çəkiləndə ruhu titrəyən Qarabağ torpağı işğal altındaydı onda. Gəncə Qarabağ bəylərbəyliyinin coğrafi ərazisinin haranı əhatə elədiyini soruşdum ustaddan. Elə bir coğrafiyanı danışdı ki, heç bir alimdən nə eşitməmişəm, nə də heç bir yanda oxumamışam. Bəzən aramızda olan insanların qədrini bilmədikdə, onlarla kifayət qədər zaman keçirmədikdə, onlar aramızdan gedəndən sonra, artıq aramızda olmadıkları zaman biz onların qədrini bilməyə başlayırıq. Onları yad etməyə başlayırıq, onları xatırlamaya başlayırıq. Amma babam Ənvər Əhməd elə bir şəxs olub, elə bir insan olub ki, mənim üçün bugün kaş ki daha çox vaxt keçirərdim ifadəsini və yaxud onunla çox vaxt keçirməmişəm deyə peşmanam ifadəsini istifadə etmirəm. Çünki babamla imkan olduğu vaxtlarda kifayət qədər çox vaxt keçirmişəm. Bir nəvə kimi düşünürəm ki, özümü doğrultmuşam, onun etimadını doğrultmuşam. Və babam aramızdan getdiyi gün, o vaxt uşaqkən oxuduğum novellaların birində Amerikalı yazıcı O. Henry təxəllüsü ilə tanıyan William Sidney Porter'in Sonuncu Yarpaq əsərindən ilhamlanaraq və təsirlənərək babam bizim aramızdan ayrıldığı gün belə bir başlıqlı xatirə yazı paylaşdım. Böyük bir nəslin
qoca çinarı son yarpağını tökdü. O yarpaq isə 17 fevral 2022-ci il idi. Həqiqətən də babam öz şeirlərinin birində, Nəvələrimə şeirində belə bir misra işlətmişdi. Nəsil ağacıyam mən, hər nəvəm bir budağım, hər nəvəm bir turdağım. Özünü nəsil ağacı adlandırırdı və bu həqiqətən belə idi. Çünki yaradıcılığından əlavə o hər zaman vaxtını, özünü ailəsinə, öz nəslinə, öz nəvələrinə həsr etmiş bir şəxs olub. Ənvərlə mənim çox yaxın münasibətim olub. Dost olmuşuq, qardaş olmuşuq. Həmişə mənə dədə deyə müraciət edirdi. 65 illik yubileyimdən 75 illik yubileyimə qədər bütün yubileylərimdə iştirak edeyim. Mənim 65 illik yubileyim Səməfoğlu'nun ev muzeyində keçirilirdi. Ev muzeyində keçirilirdi. Bütün ədəbi ictimaiyyətimiz, məni sevənlər, yazıçılarımız, tənqidçilərimiz, qələm yoldaşlarımız, şairlər hamısı toplanmışdı. Ənvər Əhməd də orada idi. Əlbəttə olmalıydı. Və Ənvər Əhməd orada əl-boş gəlməmişdi. Mənə hədiyyə gətirməmişdi. Onun hədiyyəsi mənə həsr etdiyi bir şeirdir. O şeiri diqqətini çatdırmaq istəyirəm. O şeir çox maraqlı şeirdir. O şeir Ənvər Əhmədin elə bir ki, həm mənim obrazımı yaradır, həm öz şirinliyin, öz böyüklüyünün, öz şairlik siqlətinin obrazını yaradır. Sən nə safsan, nə heyrətli, nə məğrur, nə cəsarətli, sənin kimi bir qeyrətli oğul varmı, a qurbanım? Sənə qurban olsun canım. Bir şirinliyə baxayım, ifadənin gözəlliyinə baxayım. Torpağında kül əkiblər, Qarabağ kəndimizin torpağında kül əkiblər. Hələ onda Qarabağ alınmamışdı, Qarabağ yad əlindəydi. Torpağında kül əkiblər, sinəmizə dağ çəkiblər. Qanımızı çox töküblər, Qarabağ boyda dərdim sən, cəsarətim sən, mərdim sən. Sənə qurban, can qurbanım, can Azərbaycan qurbanım. Rus şairi Yevtuşenkaya xitabən yazdığı bir şiiri var idi. Mənim də istəyim közərir şair. Yevtuşenko yazırdı ki, mən istəmirəm heç nəyin yarısını. Mənə verin, mənimdir, göylərin də hamısı, yerlərin də hamısı. Bu zaman ona xitabən yazırdı ki, şair, elə bir ölkənin vətəndaşıyam ki, mənim ölkəm paramparça olub, ürəyim paramparça olub. Ona görə deyirdi ki, hər şeyin bütövün istəyirsən sən. Mən də istəyirəm ki, kaş mənim bu xəritəmi yarımçıq yazan qollar dibindən kəsilə. Bax, bu zaman cəsarətlə bunu deyirdi. Həmçinin deyirdi, oxunsun BMT kürsülərindən bütöv istəyirəm vətənimi mən. Yəni, Azərbaycanın bütövlüyü məsələsi həmişə onu düşündür və bunu tələbələrə auditoriyada göstərirdi. Bunu öz sözlərini öyrədirdi, deyirdi, təsir edirdi. Bir dəfə zəng eləmişdim, keyfini soruşdum. Nə keyf, nə vəziyyət, xəstəxanadayam dedi. Kəbirli oğlu Niyazi həkim yerləşdirib bu xəstəxanaya məni. İşin axırı gəldiyimdən vaxtım var idi, xeyli söhbət elədik, olandan keçəndən danışdıq. Bizim ləhcə ilə dedi ki, aya Qazaq tərəkəməsi, məndən sonra xatirələrində yazarsan ki, heç kəsin qeybətini eləməzdi. Bu ömürlüyündə nə dodağına rumka dəymədi, nə də bir gilə siqaret. Doğrusu təəccübümü gizlədə bilmədim. Axı həmişə dumanlı görünürsünüz. Ay qardaş oğlu, qaranlıq hücrədə gizlədilən tarix və onun faciəli fəsadları mənə elə əzab şərabı içirdib ki, həmişə dumanlıyam. Biraz kövrəldi, üzünü divara çevirdi. Qaşından öpüb ayrıldım. Bu bizim son görüşümüz oldu. Bir-iki söhbət də elədi, fikirlərini bölüşdü. Lazım bilmədiyimdən o söhbəti demirəm. Allah qoysa, nə vaxtsa qələmə alınar yəqin. Mənim Ənvər Əhmədlə öz şəxsi tanışdığım
bir 6-7 il bundan önce oldu. Ondan sonra da çok münasebetimiz oldu bu adamla. Yol yoldaş olduk. Əvvəla onu deyim ki, Ənvər Əhməd elə Kəbirlidir. Biz hamımız Kəbirlinin Ağzəbədinin Kəbirli mahalındıq. Kəbirlidir. Onun atası mənim atamla keçmişdə tanış olublar. Mən Misir kişi ilə, bəli, Misir kişi ilə atam keçmişdə yəni münasibətlər olub, tanışlıqları olublar. Elə mən atamla Misir kişi haqqında danışanda eşidirdim uşaq vaxtı ki, Misir kişi necə el ağsaqqalıdır. Böyük bir kişidir, qan yatıran, məsləhət verən belə bir ağsaqqal olubdur. Amma da sonra zaman getdi. Atam Kəbirli mahalında, Yuxarı Kəbirli kəndində riyaziyyat fizika müəllimi olubdur. Əməkdar müəllim olub. İlk əməkdar müəllimlərdən respublikada biri olub. Bunun yaradıcılığı haqqında eyni zamanda atam şeir da yazırdı. Yəni bunun yaradıcılığı haqqında bir kitab yazmaq fikrinə düşdük. Atamın da həmin o dərs dediyi məktəbdə, məktəb atamın adına verilib, onun orada büstü var. Elə kimə müraciət eləyək, birdən yadımıza düşdü ki, Ənvər Əhmədə müraciət eləyək, Kəbirlidir, elə oldu. Nəysə kişi ilə görüşdük, Allah rəhmət eləsin ona, çox böyük adam idi. Onunla görüşdük, salamlaşdıq, fikri dənkim dedi, mən əlimi tanıyırdım, belə adam idi, onun haqqında mütləq. Elə başladı ki, həmin andan bu işi. Kitabı yazdı, hazırladı. Kitab Ədəbiyyat Yolcusu adlı kitab idi. Bu kitabın yazılışında, bu ətərəfədə yazdı, hazırladı. Bu şeirləri orada, ailəyə aid şeirləri dastan kimi yazırdı. Elə durduğu yerdə yazırdı. Elə gəlib orada söhbət elirdi, onu gördüm, kişi qoşa gedir. Nəysə kitabı yazdı, kitabın təqdimatını elədi orada kənddə. Gözəl kişi çıxışlar elədi. Mənim tanışdığım Ənvər Əhmədlə orada oldu və mən onun necə böyük bir şəxsiyyət, filosof kimi hər sahəni bilirdi. Bax, orada riyaziyyatdan da danışırdı, ədəbiyyatdan da danışırdı, Azərbaycan tarixindən, dünya tarixindən. Yəni hər sahədən bu kişi söhbət eləyə bilirdi. Söhbət çox da maraqçıl söhbət idi. Ənvər Əhməd elə kişilərdir ki, o hansı məclisə gəlirdi, həmin məclisə yaraşıq verirdi. Mən uşaqlığımdan bu yana Azərbaycanda, vətəndə olduğum dövrlərdə hər zaman çalışmışam ki, onunla vaxt keçirim. Onun maraqlı, faydalı əhvalatlarını, xatirələrini dinləyim və özüm üçün bir yol xəritəsi, həyat xəritəsi hazırlayım. Çünki 80 il ömür sürmüş bir yaradıcı, bir dahi şəxsiyyətin həyatından ilhamlanaraq özünə bir yol xəritəsi hazırlamaq həqiqətən də bir nəvə üçün ən qürur verici qazanclardan mən deyərdim və nailiyyətlərdən biri ola bilər. Mən uşaqlıqdan bu yana babamla vaxt keçirməyə çalışmışam ki, o yaddaşımdan silinməsin və hər zaman o aramızda olmasa belə yadıma sala biləcəyim o anlar, o xatirələr olsun. Yaşca nə ən kiçik, nə ən böyük nəvəsi olmuşam. Şeirlərində Ramil Nurlu balam dediyi nəvəsi olmuşam. Uşaqlıqdan nə zaman bir yerə gedərdisə, axşamları gəzintiləri çox sevərdi, təmiz havada. Ramil balama hazırlayın, özümlə aparıram. Mənimlə gəzməyə gedir, deyərdi. Bilirsiniz, bax, bu xatirələr, bu unudulmaz xatirələr bir nəvə üçün həqiqətən də bir ömür boyu yaddaşlardan silinməyəcək əziz xatirələrdir. Və mən çox xoşbəxtəm ki, Ənvər Əhməd kimi bir şəxsiyyətin nəvəsiyəm və onun irsini, onun bizə qoyub getdiyi həmin o yaradıcılığı, həmin o nəsil yaddaşını özümdən sonraki günün birində nəsillərə ötürmək imkanım var. Fəxr edirəm ki, Ənvər Əhməd kimi bir şəxsiyyətin nəvəsiyəm və əminəm ki, Ənvər Əhməd irsi daim yaşayacaq. Həm beyinlərdə, həm qəlblərdə. Çünki 11 nəvəsinin və bugün artıq 4 nəticəsinin
yaddaşından silinməyəcək, xatirələrdən silinməyəcək əziz, böyüyü, ağsaqqalı Ənvər Əhməd buna layiq bir şəxs olub. Bu da Salmanbəyli kənd qəbristanlığı. Bu da dünyaya sığmayan böyük şairin uyuduğu son mənzil. May ayının axırları Aran Qarabağın istisi torpağın bağrını qarsayır. Ancaq şairin daim bu yurdun üstündə dolaşan ruhu sanki Aran Qarabağla yanaşı Salmanbəyli qəbristanlığına da yaz sərinliyi çiləyirdi. Ənvər müəllim haqqında danışmaq özü bir böyük xoşbəxtlikdir. Uzun illər bir yerdə işləmişik. Ənvər müəllimin həyatının 72-ci ildən bəri vəfat edənə qədər şuurlu dövrü mənim gözümün qabağında olubdu. Onun yaradıcılığının, fəaliyyətinin, təşkilatçılığının çox işini canlı şahidiyəm. O, Azərbaycan ədəbiyyatının möcüzələrindən biridir. Qarabağ ədəbi mühitinin yetirmələridir. Ənvər müəllimi anadilli Azərbaycan poeziyasının Qarabağda yaranan xəttini müqayisə eləsək, onu Kəlimullahla, Vaqiflə, Zakirlə müqayisə eləmək olar. Tərəkəmə həyatından danışardı. Tərəkəmə elə danışır. Poemasını yəqin oxumusan. Oxudum onun. Onun kitablarını oxudum. Onun kitabların roman və poema var. Bunları oxuduqca mən daha da gəlirdim ki, vəhşə gəlirdim ki, bu necə hər tərəfli bir adamdır. Böyük şəxsiyyət idi. Allah rəhmət eləsin. Allah dünyasını versin. Hər sahəni bilirdi. Və dediyim kimi təsərrüfatda o tərəkəmə ferma, qoyun həyatından, qoyunlar elə xırdalayırdı ki, deyirdin ki, nədir bu? Amma halbuki bu, yəni o sahə adamı deyildi də. Təsərrüfatı, Ağcabədi muğamı çox sevərdi. Ənvər müəllim ölməyib. O kitablarında yaşayır. O bizlərin, biz insanların onunla təmasda olan, olmayan, demək olar ki, hamı onunla təmasda olub. Onun kitabının, şeirlərini oxuyanlar, əsərlərini oxuyan, poemalarını oxuyanlar hamısı onunla təmasdadır və hamının ürəyində yaşayır. Hərdən belə oturub bir analiz eləyəndə, irəlini, gerini görürsən də yadıma düşür. Yadıma düşəndə mən onu ancaq bax bu cür xatırlayıram. Bakıdan o Ağcabədiyə kim getsə Ənvər müəllimin qonağı olardı. Həm gözəl ev eşiyi var, şəraiti vardı. İmkanı da var. Ənvər müəllim eyni zamanda o evin, o ailənin, o nəslin ağsaqqalı idi. Ənvər müəllimlə bir sözdür. Ənvər müəllim 23-24 yaşı vardır, 24 yaşı. Ənvər müəllim tanıyalım. Sürət qəzetində muxbir idi. Rayon qəzetində muxbir idi. Amma Ənvər müəllimi redaktordan çox tanıyırdılar. İstedadlı adamıdır, şeirləri falanları, kəskin də yazıları vardı. Nüfuzuna görə istedadlı adamları belə adam, hamı Ənvər müəllimi. Qəzet elə bil Ənvər müəllimi idi. Çox kəskin yazı olar. İdarə rəhbəri Ənvər müəllim görəndə rəngi qaçırdı, görün bir nəsə eləmiş. Və onun o nüfuzu onu gətirdi, böyük alim də elədi, şair də elədi. Nə bilim, Ənvər müəllim haqqında çox xatirəm var, amma indi birini dedim. 3 il adlayıb şairin dünyasını dəyişdiyi zamandan. Ancaq nə Aran Qarabağda, Ağcabədidə, nə də daim dünyaya əli uzalı qalan Salmanbəyli qəbristanlığında heç nə dəyişməyib. Hamısı şairin qoyub getdiyi kimi idi. Öz əlləri ilə tikdirdiyi ev-eşik, saldığı bağ-bağça, evin 5-3 addımlığından axan Qarabağ kanalı da bu ayrılığın həsrətini daşıyır. Ənvər müəllim söz oynatmırdı, məna götürürdü. Yəni, onun yaratdığı poeziya, şeir Azərbaycan dilinə yenilik gətirirdi. Yeni söz yaradırdı poeziyada. İndi mən onlardan bir neçəsini dərhal yadıma düşmür ki, deyim. Amma Ənvər müəllimin şeir naminə şeir yazmırdı. Onun yazdığı şeir Azərbaycan milli poeziyasını zənginləşdirirdi. Ona görə də biz bugün Ənvər müəllimin məzarının üstündəyik, yanındayıq. Ənvər müəllimə Allah Teala'dan rəhmət diləyirik. Allah o dünyasını versin. Ənvər müəllim cismən bizlə deyil. Ənvər müəllim fiziki bizlə deyil. Amma Ənvər müəllimin ideyaları bizləndir. Ənvər müəllimin əsərlərinlə uzun illər
bizim xalqımızın balaları bəhrələnəcək. Biz onun həmkarları, həm yaşıdları, ondan bəhrələnmişik, ondan çox şey götürmüşük. Ənvər müəllim el ağsaqqalı idi. Qarabağda, Azərbaycanda elə bir yer yoxdur ki, Ənvər müəllim ora getsin, orada qan barışdırmasın. Ənvər müəllim kiməsə bir söz desin. Ənvər müəllimin bütün titullarını qoyurdular qırağa, onun şəxsiyyətinə görə, əxlaqına görə, davranışına görə, dünya görüşünə görə Ənvər müəllimə həmişə mən görmüşəm, canlı şahid olmuşam ki, böyük hörmətlə yanaşırlar. Allah rəhmət eləsin. Təsəlli budur ki, heç olmasa Şuşanın alındığını eşitdi. eşitdin mi? Hə, eşitdi. Çox sevindi. Amma elə bir ki, istəyirdi ki, hər yer. Bəs filan şey alınmadı. Filan yer alınmadı. Dedi, inşallah o da olacaqdı. Biraz elə bir ki, orada duruxurdu. Amma çox şükür hamısı alındı. Hər halda onun ruhu duyur bunu. Təbii. Hə. Allah rəhmət eləsin. Allah Çox sağ olun. Siz də bir onu anmışsınız, gəlmişsiniz. Bu dünyanın yolu üstə qara daşam. Daşa dönmüş səbrim üçün bir yaddaşam. Vətən adlı bir qalanın barısına hörün məni. Hörgü daşı görün məni. Hörgü daşı olsam əgər, hörgü kimi qalsam əgər, olmaz qəti dərdim, sərim, ömrüm, daşlaşan əsərim.